Dəyərli izləyicilər, gördüyünüz kimi ictimai nəqliyyatda sağlamlığı məhdud olmuş azyaşlının özündən asılı olmayan hərəkətinə, digər özünü sağlam bilən vətəndaşların xoşagəlməz münasibəti ilə bağlı görüntüsünə Qazax rayon Əlillər Cəmiyyətinin sədri Rafiq Akifoğlu münasibət bildirdi. İlk öncə qeyd edək ki, sözü gedən məsələyə münasibət bildirdiyi üçün Akifoğluna dərin təşəkkürümüzü bildiririk. Ama xahiş edirəm. Sən uşaq böyütməkdir. Belə hər şeyi uşaq böyütərlər. Üzr istəyirəm. Belə uşaq bayra çıxartmaq. Qabaqda saxlayın. Qabaqda saxlayın. Zəhmət olmasa. Salam dəyərli dostlar, dəyərli izləyicilər. Hər birinizi Allahın müqəddəs və pak salamı ilə salamlayaraq bugünkü çıxışım hansı və necə məsələ ilə əlaqədar olaraqdır. Hesab edirəm ki, mənimlə bərabər öncəki kadrı hər bir izləyicilər izləyərək məlum oldu. Mən bu kadra əvvəla onu da qeyd edim ki, indi bilmirəm bu kadr bilərəkdən nümunə üçünmü, ictimaiyyət üçünmü çəkilib, yoxsa təsadüfən yaranılmış, baş vermiş hadisənin çəkilişi nəticəsindəmi? İndi onu mən dəqiq bilmirəm və heç də fərq etmir. İstəyir nümunə üçün çəkilmiş olsun, istər həqiqi hadisənin yaranma zamanı çəkilmiş bir kadrdırmı və s. ilə axar heç önəm daşımır. Mən bu kadra baxanda və əlbəttə ki, ilk öncə də qeyd edim ki, istər fiziki şəxs kimi, istər hüquqi şəxs kimi bir vətəndaş mövqeyimi özüm bildirməyim üçün özümə borc bildim. Mən bu kadrı izləyərkən mənim o, belə desək, uşaqlıq vaxtım hansı dövr xatırladım və sizlər də hesab edirəm ki, xatırlayasınız ki, keçmiş dövrdə belə bir vəziyyət yaranırdı. Daha doğrusu bir vəziyyət var idi ictimaiyyətdə. İnsanların sağlamlığı məhdud olan vətəndaşlara qarşı, hətta xatirinizdədirsə də əlil arabasında yolun kənarında bir şəxs oturanda, yəni sadə dildə desək, bir əlil arabasında oturanda sağlam insanlar keçib keçdikcə yanlarından, hətta belə desək, qulaqlarını belə dartarmışlar, yaxalarını çəkərmişlər. Bir körpə uşaq da dönüb belə baxmaq istəyəndə, hətta uşağın bir sifətini də, üzünü də, başını da fırlayarmışlar, qoymurmuşlar ki, baxsınlar. Bu, danılmaz bir həqiqətdir. Keçmişdə belə bir hadisə vardı. Bu da əlbəttə ki, insanların sağlam düşüncə məhdudiyyətliyindən irəli gələrmiş. İnsanlarda, Azərbaycan ictimaiyyətində maariflənmə, insanlar arasında maariflənmə kampaniyası geniş yer almamasından irəli gələrmiş və s. ilə axır çox səbəblərdən. Və o da danılmaz bir faktor ki, bu kimi vəziyyət bugünkü vəziyyətdə, o kimi hallar bugünkü vəziyyətdə nisbətən yox, bir 190% yoxdur. O da danılmaz faktor ki, Türk dünyasının böyük şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin sayəsində oldu ki, Heydər Əliyev Azərbaycan dövlətinə başçılıq etdiyi tarixdən belə bir vəziyyəti yaratdı ki, hər bir sağlamlığı məhdud olan vətəndaşların digər sağlam vətəndaşlarınla bərabər, hüquqları da bərabərdir. Yeri gəlsə, sağlam vətəndaşdan da öndə hər bir addımda hüququ və haqqı və çatan bir vətəndaşdır. Yəni, Heydər Əliyev elə bir vəziyyəti yaratmadı ki, ictimaiyyətdə insanların sağlam vətəndaşlarla, sağlamlığı məhdud olan vətəndaşlarla iki sinifə bölməsinə baxmayaraq, amma Heydər Əliyev qeyd etdiyim kimi elə bir vəziyyəti dəyişdi, elə bir vəziyyəti yaratdı ki, artıq sağlam və sağlamlığı məhdud olan vətəndaşlar ictimaiyyətdə eyni hüquqa, haqqa və bərabər oldular. Bu kadrı mən görəndə o dövr mənim xatırlatdım.
Qəni Allah böyük şəxsiyyətə də o ruhu şad olsun, haqq dünyasından cənnətini yaşatsın. Amin Allah. Bilirsən, bu kimi ictimaiyyətdə özünü sağlam bilən, amma sağlam təvəkkürdən, sağlam düşüncədən uzaq və məhdud olan insanlar heç də bugünkü vəziyyətdə düşünüb belə bir anlamda olmasın ki, mən sağlamam və sağlamlığı məhdud olan vətəndaşın yeri yoxdur cəmiyyətdə. Bu düşüncə hansı sağlam, özünü sağlam bilən vətəndaşda varsa, həmin şəxsin özü elə sağlamlığı məhdud olan bir vətəndaşdır. Yazıq, bədbəxt bir vətəndaşdır. Və digər tərəfdən də istər hüquqi yanaşma ilə, istər insani yanaşma ilə yanaşanda özünü sağlam bilən vətəndaşların haqqı və hüququ və insani keyfiyyəti və çatmır ki, düşünsün ki, mən sağlamlığı məhdud olan vətəndaşın nə hüquqi tərəfdən, nə hansısa bir tərəfdən yeri yoxdur. Bu yanlış bir düşüncədir. Amma mən çox təəssüflər hissi keçirirəm ki, bugün Azərbaycan cəmiyyətində sağlam düşüncə məhdudiyyətliyi insanlardan ibarət olaraq geniş yer alır. Bax, kadrdakı fərq etmir. Ağbirçək qadın olsun, cavan bir oğlan olsun, cavan insanlar olsun. Demək, vətəndaşların sağlamlığı məhdud olan vətəndaşlara qarşı negativ münasibəti niyə yaranır və nədən irəli gəlir? Qeyd etdiyim kimi, özünü sağlam bilən vətəndaş ən bədbəxt, sadə dildə desə, əlil bir insandır. Ona görə yazıqlar olsun, bu günləri Azərbaycan cəmiyyətində sağlam düşüncə məhdudiyyətliyi geniş yer alır. Elə yeri gəlmişkən, mən elə istər mesaj kimi qəbul edin, istər tövsiyə kimi qəbul etsinlər, heç bir özünü sağlam bilən vətəndaş heç də düşünməsin ki, öncə qeyd etdiyim kimi, hansısa sağlamlığı məhdud olan bir vətəndaşın istər insani tərəfdən, istər hüquqi tərəfdən yeri yoxdur. Bu yanlış bir düşüncədir. Və özü də sağ olsun dövlətimiz də hər bir sağlamlığı məhdud olan vətəndaşlara yüksək səviyyədə öz qiymətini və münasibətini verərək, bildirərək nəzarətdə saxlayır. Üzr istəyirəm. Ona görə yenə təəssüflər hissi keçirəm ki, bizim bugünkü cəmiyyətdə bax belə insanlarımız var. Bilirsiniz, dəyərli, hörmətli izləyicilər, hər bir məsələnin görünən tərəfi də var, görünməyən tərəfi də var. Əlbəttə ki, hər bir məsələnin, hər bir yaranılmış və yaşanılan hadisənin görünən tərəfinə gözlə görərək baxmaq mümkündür. Onun görünməyən tərəfinə ağıl ilə görərək, düşüncə ilə, sağlam düşüncə ilə görərək görməsi mümkündür. O da təəssüflər olsun ki, bugün bizim cəmiyyətimizdə sağlam təvəkkürlü, obyektiv düşüncəli, dərin düşüncəli, insani keyfiyyətə malik olmaq bu kimi varlıq olduqca azlıq təşkil edir. Və düşünə bilmirik ki, xəstə, sadə dildə desək, əlil, sağlamlığı məhdud bir vətəndaş, istər uşaq olsun, istər orta nəsil nümayəndəsi, istər hətta yaşlı bir insan olsun, ona xidmət və qulluğunda durulması həmən ailə üzvü tərəfindən nə dərəcədə ağır, nə dərəcədə çətin, nə dərəcədə gərgin. O el arasında belə bir söz var, deyir, xəstənin özü xəstə olmur, nəinki xəstəyə baxanın özü xəstə olur. Mən hesab edirəm, fikirlərimi çatdıra bildim. Ona görə də tövsiyə edirəm ki, hər bir Azərbaycan vətəndaşından istəyir uşaq olsun, istəyir cavan, istəyir qadın olsun, istəyir ağbirçək, istəyir ağsaqqal, yaşından, cinsiyyətindən, çalışdığı peşəsindən asılı fərqli olmayaraq çalışmalıdır ki, birinci insani keyfiyyətini itirməsin.
sağlam düşüncə üzərində harda sağlamlığı məhdud vətəndaş gördüsə də bir Allah qorxusu hissi keçirər, yaşayaraq öz insani keyfiyyətini düşünməlidir. Düşünməlidir ki, əgər bir qarşımdakı sağlam düşüncəli olan, üzr istəyirəm, sağlamlığı məhdud olan bir vətəndaş da düşünməlidir ki, mənim millətimdir. Əgər onun bir lağlağalı mı deyək, gülünc bir kampaniyasına çevrilməsi bir hərəkəti mənim millətimin adınadır. Biz bunları düşünmək əvəzinə, amma bu günləri baxırıq, yenə deyirəm, yaxşı ki, Azərbaycana dövlət başçılığı elədi Heydər Əliyev. Hələ indiki körpə, pöhrə nəsil indi onları o dövrü görməyib. Biz indi bizim uşaqlıq dövrümüzdə düşsə də az da olsa bir xatirimizdədir. Bərbad bir vəziyyət idi. Əlil arabasında bir şəxs oturanda sağlamlar özünü sanki güya sağlam bilərək qulaq dartarmışlar, yaxa çəkərmişlər, qəbul etmirmişlər. Yenə deyirəm, bu günləri o vəziyyət yoxdur. Amma baxıram ki, yenə də insanlarda bilirsiniz, cırraşma gedir. Bir daha mən çox da zamanınızı almaq istəmirəm. Tövsiyə edirəm hər bir vətəndaşdan insani keyfiyyətinizi itirməyin. Heç də hansısa özünü sağlam bilən vətəndaş qarşısındakı əlil və xəstə bir vətəndaş bildiyi halda və olduğu halda heç də özündən aciz və zəif hesab etməsin. Amma dərinə gedəndə sağlamlığı məhdud olan vətəndaşın bacardığı qabiliyyəti, Allahın ona verdiyi varlığı, amma analizm etsək, baxarsan ki, özünü sağlam bilən vətəndaş onun %1'ini bacara da bilmir. Yeri gəlmiş şimdi bizim bu günləri o qədər istedadını, sağlamlığı məhdud olan vətəndaşlarımız var. Onların sırasında hüquqşünas da var. Elə o qədər savada malikdir ki, təsəvvür edin ki, dövləti idarə etməyə malikdir onların savadı. Amma bəzi belə desək, özünü sağlam bilən vətəndaş düşünür ki, hə, bu nəyə qadirdir, əlil adamdır. Xeyr, bu kimi düşüncəni yaşatmasınlar özünü sağlam bilən vətəndaşlar. Mən hesab edirəm ki, fikirlərimi çatdıra bildim.